Hər vaxtınız xeyir. Deməli, mən bu dəfə də olduqca maraqlı bir tarixi məkana gəldim. Bura Şah İsmail Xətainin babası Şeyx Cüneydin türbəsidir. Bax, burada onun belə bir lövhəsi də var. Maraqlı sualdır ki, yəni nəyə görə Şeyx Cüneydin türbəsi buradadır, niyə başqa Ərdəbildə deyil və digər yerdə deyil. Mən onu izah edeyim. Deməli, o vaxtı Şeyx Cüneyd Şirvanşahlara hücum eləyir Ağqoyunların əmri ilə. Bura gəldikdə onların arasında bir döyüş olur və həmin döyüşdə Şeyx Cüneyd məğlub olur və öldürülür. Belə deyək, yaxın tərəfdaşları onu gətirir, bax, bu ərazidə dəfn edir. Gördüyünüz bu türbənin olduğu yerdə. Və sonradan bunun üzərində həmin bax bu türbə ucaldılır. Burada bunun kitabəsi də var. Yuxarıda göstərilir həmin kitabədə və bütün məlumatlar verilib orada. Ətrafdan belə görsənir. Bax, belə. Daxildən də göstərəcəm. Məskəniz görsənir daxildən. Belə. Ümumi olaraq, belə deyim, 2 mərtəbə var və 2 otaq var. 2 otaq və 2 mərtəbəlidir. Qırmızı kərpicdən inşa olunub. Bu onun digər tərəfi. Qarşıda isə qədim məzarlıqdır və həmin məzarlıqda Şeyx Cüneyd dəfn olunub. Yəni, həqiqətən də şahlara layiq bir türbədir. Ümumi olaraq belə, bütövlükdə 4 tərəfindən görünüşü bu formadadır. Yəni, təbii ki, Şeyx Cüneydin hal-hazırda məzarı burada deyil. Onun vaxtı Şah İsmail Xətai Azərbaycana gələrkən, Şirvanşahları məğlub edərkən bütövlükdə həm Şeyx Cüneydin, həm də atasının məzarının hamısını götürür, aparır Ərdəbilə. Bax, bura daxilidir. Bax, zamanında məzarı bura olub. Bax, belə. Nə gözəl buranı təmiz saxlayıblar. Baxın, bu elə həmin ildə bura necə uzaldıblarsa, həmin burada olan bu işləmələr o dövrdən olan işləmələr daxildə. Hələ də qoyulub saxlayırlar. Belə. Bax, onlardan bir parçası qalıb. Yaxından diqqətlə çəkəndə görsənir. Fikir verin divarın işləmələrinə. Bax, belə. Həmçinə vaxtsa restavrasiya ediblər. Amma restavrasiya edəndə bax, bu elementlərin hamısını məhv ediblər. Bax, belə. Amma indi hal-hazırda olduqca səliqəlidir. Çox gözəl saxlayırlar buranı. Belə, məzarı burada olur. Dediyim kimi, o vaxtı artıq Şah İsmail Xətai aparıb. Yəni, bütün qəbirləri buradan götürüb aparıb. 2 otaqdan ibarətdir. Bu, buranın 2-ci otağıdır. Belə, baxın bu möhtəşəm türbəyə. Yəni, bu, belə deyim də, Azərbaycana, bizim torpaqlara bəlkə də verilmiş ən böyük neymətdir. Sözün əsl mənasında. Təsəvvür edin, Şah İsmail Xətainin babası Şeyx Cüneyd burada dəfn olunub. Bax, belə, möhtəşəm. Bu, daxilində olan görüntülər. Əsas məzarı buradadır. Və çıxaq çölə, görüm çöldə. Necə? Burada belə bir otaq var. Girin burada, baxın. Aha, burada bax, belə bir otaq var. Bunun hətta yuxarı mərtəbəsinə çıxmaq olur buradan. Çıxın, baxın, görüm oradan olur. Türbənin biz 2-ci mərtəbəsinə çıxa bilirik. Burada belə bir otaq var. Diqqət edin. Qarşıda isə görsənən qədim məzarlıqdır. Bax, ora. Onun barədə gedib çəkiş edib məlumat verəcəm. Qarşıda görsənən. Belə. İndi gedim, baxın, aşağıda başqa nə yerə varsa hamısı bu digər tərəfdən. Gedək, baxaq. Belə, həm o haqqında danışdığım qədim məzarlıq buradadır. Qeyd etdiyim kimi, eyni zamanda burada olduqca qədim bir məzarlıq var və həmin məzarlıq da buradadır. Bu həmin məzarlıqları da göstərim. Bax,
Baxın, buradadır. Çıxır. İnanmıram ki, burada orta əsr məzarlığı olsun, amma sırf İslam dininin yayıldığı vaxta aiddir. Baxın, yəni ərəblərin ərəb əlifbası və burada isə artıq onun formadadır. Buradan Şeyx Cüneyd türbəsi isə öz əzəmətini həqiqətən qoruyub saxlayır. Allah rəhmət eləsin. Yəni dostlar, çox gözəldir. Həqiqətən buranı gəlib mütləq ziyarət eləmək lazımdır. Şeyx Cüneydin türbəsidir bura. Yəni mütləq gəlmək lazımdır bura. Bax belə. Möhtəşəm.